Biz Ali əleyhissalamın eşqi ilə yaşayırıq və bu eşqlə də fəxr edirik. Bunu hər yerdə də fəxrlə deyirik. Buna deyərlər məhəbbət yox, buna deyərlər məhəbbət. Bizim böyüyümüz yoxdur, elə sözün axırını sən deyirsən. Bizim böyüyümüz var, bilməsə yeyib ondan soruşacaq, onda cavabsız sualı yoxdur. Bir imama lazım olan və Qurani Kərimdə qeyd olunan bütün meyarlar, kriteriyalar, bütün o nişanələr hamısı Əli əleyhissalamda var idi. Hər səhnənin qəhrəmanı. Yazıda ona çatan yox. İbadətdə ona çatan yox, vuruşmaqda ona çatan yox, elmdə ona çatan yox. Özüm üçün nə istəmişəmsə Əli, hamısını sənin üçün də istəmişəm. Böyük sözdür də yəni özümə qaldırıb əlimi nə istədimsə sənin üçün də istəmişəm. Fədakar oldunuz, olmadınız. Allah sizi çox istəyir. Həmişə belə kişilər çıxardacaq ortalığa ki, fədakarlıq eləsinlər, dinə xidmət eləsinlər. Qur'anla münasibətin necədirsə, Əli əleyhissalamın zamanında yaşasaydın, o ilə də münasibətin həll olacaqdı. İlahi nə olaydı hər əsrdə Əli kimi belə bir kişi yaradardın, bu cəmiyyətə təqdim edərdin. Əli əleyhissalam bayrağı tutanda bir döyüşdən birində idi. Əli əleyhissalam deyir, getdi sol əlinə götürmək istəyəndə buradan səhabələr qaçdılar ki, onlar götürsünlər. Peyğəmbər deyir, şüz yox. Əlinin o sol əli, bütün hamısının sağ əlindən daha üstün. Deyin sərxi fələyə, bu ruzigarə, bu dünyaya bütün potensialını toplasın, bacarırsa bir dənə də Əli gəlsin. Bismillahirrahmanirrahim. Allahın salamı olsun sizə, əziz və hörmətli izləyicilərimiz. Doğru yanaşma yenə də efirdədir. Bu günlər çox əziz günlərdir. Bu ərəfədə İslam aləmində müsəlmanlar üçün gözəl bir bayramdır, əziz gündür. İmam Əli əleyhissalamın mövlududur. İlk öncə bu münasibətlə hər birinizi təbrik edirik. Bayramınız mübarək olsun. Bu gözəl mövlud hər kəsə mübarək olsun, bərəkətli olsun. Bugün elə Əmir əl-Möminin Əli əleyhissalam haqqında söhbətlər olacaq. Əziz ustadların, dəyərli din xadimlərin, ilahiyyatçıların bu mövzuda söhbətləri olacaq. Şirin, maraqlı, faydalı söhbətlərini eşidəcəksiniz inşallah. Mən onları sizə təqdim edim. Əzizimiz Axund Azər Sani, xoş gördük sizi. Təşəkkür ederim. Hacı Mir Cəfər Əyyubov, sizi də xoş gördük. Hacı Ramil Bədəlov. Allah hər üçünüzü qorusun. Bayramınız da mübarək olsun. İlk öncə istərdim elə siz də izləyiciləri təbrik edin bu gözəl bayram münasibətlə. Sonra da Axund söz vermişdi. İmam Əli əleyhissalama ithaf etdiyi şeiri inşallah bugün təqdim edəcək, eşidərik onu. Buyurun. Bismillahirrahmanirrahim. Təbrik edirəm bütün Əli aşiqlərini, burada böyük ruhanilərimizi. Mən Əli əleyhissalamın haqqında çox yazılarım var, amma bu yazını məxsusi seçdim ki, bunun şən-i nüzulunda Mir Cəfər ağa da var idi. Yəni, o xəbərdardır bu yazının yazılmağından. Bunun son hər bəndinin axırında Əli əleyhissalama salam verilir ki, salam olsun sənə. Oradakı məqsəd odur ki, Əli əleyhissalam ədalətli kişidir. Əli əleyhissalama salam versin, mütləq onun cavabını alar. Və xoş o kəsin halına ki, Əli əleyhissalam onun salamının cavabını aldı. Yəni, bu əslində biz ki, salamlar veririk ya namaz üstələ Peyğəmbərə, ya görürsən İmam Hüseyin əleyhissalama. Bu xırda bir şey deyil. Salam vermək belə bir şeydir ki, onun cavabı mütləq alınır. Əgər salamın cavabı da məsumlar tərəfindən alınırsa, bu bizim üçün böyük bir şərəfdir. Və bu o demək deyil ki, salam verən kəs fəxr eləsin ki, mən sənə salam verdim. Yox, əslində sənə lütf olunur, sənə icazə verilir ki, onlara salam verəsən. Onlar da sənin nəticədə salamı alsın. Doğrudan da o hafiz nə deyir?
kürrəsi beturisina ərini beqo və boğzər. Salam verginlə keçkinə. Salam deyəndə ki, ərini diginlə keçkinə. Ki cavabı dost beşnu, nə cavabı ləntərani. Teki yarın səsini eşidəsən. Qoy sənə ləntəranı dedirsə, qoy yarın desin sənə. Elə istəyirəm birinci bənddən başlayaq, sonra inşallah siz də arada müdaxilə eləyin, çünki hələ mətləblərə toxunur ki, mən biraz böyük çıxardı, öz şeirimi özüm deyim, özüm təhlil eləyim. Biz də Ustadlar yanına. Yox, siz hələ nəsrlə cavab versiniz, kifayət eləyərdi. O bir nəfər də, Mövlud da belə şeylər danışma olar da, bir nəfər ədəbiyyatçıdan gəlir, soruşur ki, mən hekayə yazım, yoxsa şeir yazım? İkisini də yazıram. Siz hansını məsləhət bilirsiniz? O deyir ki, sən hekayə yaz. Bu da sevinir ki, siz mənim hekayələrimi oxumusunuz, deyir, yox, şeirlərimi oxumuşam, deyir. Hələ hekayə yaz. Deyir, hansı cürət ilə təbim yazmağa versin qərar? Şənüvə layiq olarmı mən deyən şeir و şuar? Kimdə vardır öylə qudrət vəsf edə bir şahi ki, ayə-i Qur'anda vəsf etmiş onu pərverdigar. Acizanə etiraf etmək gərəkdir ki, buna la fəta illa Ali, la seyfə illa zülfiqar. Ehtiram ilə salam verməkdən özgə çarə yox. Əssalam ey övliyalar şahı, ey düldül səvar. Ya əmirəl müminin Heydər, salam olsun sənə. Ey Rəsuli, ey rəisi, ali Peyğəmbər, salam olsun sənə. Gün çıxıb ruxsarın açdı, nura qərq oldu cahan. Hər birinin bir müqayisəsi var. Gün çıxıb ruxsarın açdı, nura qərq oldu cahan. Yoxsa sən gəldin cəhana, ey imam-ı insican. Ay ilə gün yer üzündə rubəru durdu görən, ya Həbibullahə sən göz açdığın andır o an. Can məşaminə bu mişkin ətri bəs hardan gəlir? Bəlkə fəzlündür saçan ətri qılındıqcan nihan. Sayrışan göylərdə ulduzlardır, ya ruxsarıvə bir nəzər salmaqdan ötürü min göz açmış asiman. Sanki yer göy söyləyir yeksər, salam olsun sənə. Aləm içrə pürbəha gövhər, salam olsun sənə. Mən davam eləyim axıra qədər, yoxsa arada... Eləyin. Danışalım. Sən elə bir bağıbansan ki, o bağın gülləri. Sən elə bir bağıbansan ki, o bağın gülləri aşiq-i sadiq edib şeyda olan bülbülləri. Öyle bir iksirdir eşqün ki, duysa bir ürək, həm olur salih, həm islah eləyir cahilləri. Qəmbər olmaqla sərikuyində yetmiş rütbəyə, Malik Salman Əbazər fəth ediblər dilləri. Bir yanan daxman var idi, qanlı mismarlı qapın. Oldu çün Babəl həvaic, həll edib müşkülləri. Ey özü amma qalan müstər, salam olsun sənə. Ey olan şafi, dəmi məhşər, salam olsun sənə. Dostlar düşmən çıxıbdı, hər bəladan çəkmisən.
Düşmənin bir yana qalsın, aşinadan çəkmisən. Yer üzündə canlı Qur'an, həm sirat-ı müstəqim. Sən bəqa mülkiyinə yol, dari fənadan çəkmisən. Başqasın aldatkinən, ey simuzər sənsən deyən, sındırıb dünyanı, əl zövq-i səfadan çəkmisən. Kimlərə ox atmaq öyrətdin, səni etdi hədəf, əhli kin, əhli nifaq, əhli riyadan çəkmisən. Ey rəiyyətdən çəkən rəhbər, salam olsun sənə. Ey imam, ey fariq-i əkbər, salam olsun sənə. Ey o kəs ki, baisi mövzuyi qədri xum olan. 100.000 insan şahidikən rütbəsi məlum olan. Zahiri dost, amma batində isə iblis xislətin, əlləri ilə haqqı tapdanmış qalan, məzlum olan. Ey gecə zəhrasını gizlində kəfnu dəfn edən, gündüz etməkdən ziyarət qəbrini məhrum olan. Ey gözünün yaşı zəhrası üçün məlhəm qılan, min xəyanət oxları ilə özü məsmum olan. Amma hey ümmət deyən sərvər, salam olsun sənə. Ey olan Zəhra ilə həmsər, salam olsun sənə. Torpağın oğlu idi Adəm, sənsə torpağa ata. Əbu Turab. Torpağın oğlu idi Adəm, sənsə torpağa ata. Nar ilə nuri ayırmaq həm sənə olmuş əta. Harda vardırsa Əli, haqq oradadır söylüb Rəsul. Bu vücudi pakə qarşı heç rəvadırmı xəta? Səbr və qurban, necə səbr etdin ey şir xuda, zülmə məruz qaldığı ol gündə ali hələta. Bir gün əlbəttə Rəsulullah ilə ruzi cəza, siz gələrsiz həşrə ki, va ümmətə, va ümmətə. İndidən ey saqi Kəvsər, salam olsun sənə. Ey olan peyğəmbərə yavər, salam olsun sənə. Bir hidayət nurudur elmi zəkası minlərə. Göstərib haqqın yolun rahiblərə, kahinlərə. Səbri bir ibrət olubdur büsbütün səbr əhlinə. Zəhmi küfri məhv edib, lütfi çatıb möminlərə. Bir kəramət əhlidir ki, yar olubdur daima, ehtiyac əhli fəqirə, binəva miskinlərə. Hansı məzhəbdə, təriqətdə belə bir şəxs var? Axtarıb seyr et, araşdır, bir nəzər sal dinlərə. Vurduğu bir zərbəsi dərsi übudiyyət verib, ta ki ruzi həşrədək insanlara, həm cinlərə. Ey vuran xəndək ara xəncər, salam olsun sənə. Zərbətünlə məhv olub kafər, salam olsun sənə. Xoş o şəxsin halına, qılmaqla izz-ü ehtiram, qismət olmuş ki, şəhi mərdanə vermişdir salam. Çün salamın ki, cavabın dində almaq fərzdir. Qıl təsəvvür ki, icabət eylədi, aldı imam. Olma qafil ki, Əli alsa salamın bir kəsin. Yoxdur ondan ali mövqe, yoxdur üstün bir məqam. Bu məqamı fovtə vermə, bir salam et ki, bunun həsrətin çəkməkdə 18 min aləm xas-ı am. Söyləyir miskin qulun azər, salam olsun sənə. Nə ola sən də
bir cavabım var. Salam olsun sənə. İnşallah. Allah köməyiniz İnşallah. olsun. İnşallah cavabını alarsınız. Bəli. Bəlkə də almışsınız da. Bəli. Xəbər edin. Çox gözəl. Allah uzun ömür versin sizə, bərəkətli ömür versin. köməyiniz Hacı sizə. Söz sizdədir, amma mən istərdim məşhur o xristian yazıcı George Jordaqın bir sözü ilə İmam Əli əleyhissalam haqqında dediyi bir sözü verim sizə. Onu məşhur təbii ki, eşitmisiniz, bilirsiniz, ustadlarsınız. Deyir, ilahi nə olaydı hər əsrdə Əli kimi belə bir kişi yaradardın, bu cəmiyyətə təqdim edərdin. Onun nitqi kimi, onun elmi, onun ağlı, onun qılıncına sahib olan bir kişi təqdim edərdin. Həqiqətən də istərdim ki, bu sözə də bir münasibət bildirsiniz də. Təbii ki, onun 5 cilddən ibarət kitabını bizim ictimaiyyət oxuyublar, tərcümə olunub. Tanışdılar bu sözlərdən, amma ustadların münasibətini də istərdik ki, eşidək. Söz Onlar sizdədir, məndən buyurun. başlayır. Bu, Allah rəhmət eləsin, Allah günahlarını keçsin. George'un. Bəli. Mən bir söz deyim sizə. Ölməyib. Ölüb. Bəli, rəhmət İndiyə eyledim dedi. George qala. Kiçik oyun deyir. Böyük oğlun deyil, kiçikdir. Deməli, bu deyir ki, nə olardı əsrdə belə bir şəxsiyyət olardı. Amma bizim baxışımız fərqlidir. Biz deyirik ki, hər an var bu kişi. Hər an. Daim var belə kişi. Sadəcə olaraq ümmət qədrin bilməyib. Əli əleyhissalamı xəyanət əli ilə öldürüblər. İmam Həsəni xəyanət əli ilə zəhərləyiblər. İmam Hüseyni belə. Bu kişilər daim olub, ümmət qədrin bilməyib. Füzuli nədir? Gəl görül padişahın ümmətə qəmxarlığın, ümməti biədəbin zülmü sitemkarlığın. Bu kişilər həmişə var, daim var. Allahın rəhməti yer üzündən kəsilmir. Allahın rəhməti, lütfü daim var. O kişilərlə münasibət qurmaq belə var. Sadəcə olaraq 11 dənə Allahın o cür göndərdiyi höccəti xəyanət əli ilə ki, şəhid elədilər. Ondan sonra Allah Teala sonuncusunu elə bir məqamı çəkdi, elə bir qeyb aləminə çəkdi ki, hər göz onu görə bilməsin. Əl çatmasın. Çünki əgər Allaha itaət, ibadət eləmək istəyirsən, gərək onun rəsuluna itaət eləyəsən. Rəsula itaət eləmək istəyirsən, əmr sahiblərinə itaət Ətiyullah və eləyəsən. ətiyur Rəsul Bəli, və ulul əmri minkum. bu etap insanlar bəzən var da bizdə bu xüsusiyyətdir. Yuxarıda yerim yoxdur, aşağını da bəyənmirəm. Biz hələ onlarla münasibət qurmaq üçün aşağıdakı o şərtlər var. O şərtlərə əməl etməliyik ki, hamının gözü hüccət axtarır. Sən həmən o gözlə o da günah eləmirsən ki, hardan göstərsin sənə hüccət özünü? Hardan görəsən həqiqətin nurunu? O kişilər həmişə var. Məgər Əli əleyhissalam sağ olanda hamı ondan bəyəm o cür yaxşı istifadə eləyirdi? Qərib qalmışdı, dərdini quyuya deyirdi. İnci George deyir, yaxşı duadır, düz deyir. Olsun. Amma əsas odur ki, olmaq yox. Ora gedib çatmaq lazımdır. Ondan istifadə etmək lazımdır. Peyğəmbərimiz 2 dənə şey qoymayıb əmanət. Quranla Əhl-i-Beyt. Yaxşı, Əhl-i-Beyt qeybdədir, sonuncusu görmürsən. Quran kəlindədir. Quranla münasibətin necədirsə, o da Əli əleyhissalamın zamanında yaşasaydı, o ilə də münasibətin həll olacaqdı. Axundun sözünə biraz təfsir vermək istəyirəm. Əlbəttə, George Jordaqın o sözü elə bilən biraz daha geniş deyilsə yaxşı olar. George Jordaqın sözü belədir ki, deyin sərxi fələyə, bu ruzigarə, bu dünyaya, bu aləmə bütün potensialını toplasın, bacarırsa bir dənə də əli gətirsin. Demək istəyir ki, da olmaz. Da o cür kişi olmaz. Amma Axundun da sözündə həqiqət var ki, həqiqətlər qocalmır, həqiqətlər itib batmır, həqiqətlər era, əsr, il, ay qəbul eləmir. Əgər bir
mənəvi dəyər, ədalət kimi, şücaət kimi, həqiqət kimi, şərəf kimi olubsa, o 14 əsr qabaqda deyil, o həmişədir. Yəni, o başqa, elə bilmirəm, George deyə başqasıdır, deyir ki, əgər bugün Əmir əl-Müminin əleyhissalam minbərə çıxsaydı, onun pay minbərində oturanların 90%-i qərb alimləri olardı. Bəli, hələ o deyib, George deyib. Elə həmin sözün də cavabı Axundun sözüdür ki, Türkü toyuğu nəyin yiyib ki, Nəhsül Bəlağa, buyurun, götürün, təhlil eləyin. Elə Əli əleyhissalam deyir, siz eşidirsiniz. Əli əleyhissalam özü nə buyurur? Buyurur ki, oğul Həsən əleyhissalam, mən keçmişdəkilərlə müasir olmamışam, eyni vaxtda yaşamamışam. Amma onlardan ibrət almışam, dərs almışam, təcrübələrindən faydalanmışam, elə bil ki, onlarla bir yaşamışam. İndi biz də əgər həqiqət axtarışındayıqsa, Quran-ı Kərim durur, Əhl-i Beyt hədisləri durur, Əli əleyhissalamın o zəngin mənəvi mirası var. Nəhsül Bəlağənin, mən burada bir Nəhsül Bəlağa haqqında da bir söz demək istəyirəm icazənizlə. Əlbəttə. Bizim ölkəmizdə bu dini elmlər əksər hallarda moizə şəklində deyildiyi üçün elə bil ki, hər şeyi moizədən öyrənirlər. Moizənin də öz çərçivəsi var da, yəni moizə elmi tədqiqat mühazirəsi deyil ki. Ona görə bəzi yerdə yanlışlar olur. Bəziləri irad edirlər ki, Nəhsül Bəlağanın sənədi yoxdur. Kim deyir sənədi yoxdur? Nəhsül Bəlağa boyda bir əsər yazılıb, ondan da böyük. Məsanidir Nəhsül Bəlağa, Nəhsül Bəlağanın sənədləri, mənbələri, hamısı. Ola bilər bir, ya iki, məsələn, xütbə ola, bir və bir neçə. Yəni, Nəhsül Bəlağa Quran deyil ki, yeganə orijinal mənbə Quran-ı Kərimdir ki, məsumdur da. Bir neçə xütbə var ki, hə, ola bilər onun sənədində problem olsun. Yoxsa bütün sənədləri dəqiqdir, səhih hədislərdir. Ondan qabaq Əl-Qarat kitabı var, orada həmin xütbələr gəlib. Biharlən var da, bəzi xütbələr kamil şəkildə gəlib, Nəhsül Bəlağada yarımçıq gələnlər. Yəni, Əli əleyhissalam indi də danışır, indi də sözünü deyir, indi də xütbə oxuyur. Eşidən eşitsin. Kim diqqətli olmaq istəyirsə, kim xoşbəxt olmaq istəyirsə, Əli əleyhissalamı eşidib duya bilər. Həm də mövzu gözəl olanda sən o sənədini neynirsən ki? Tarixin Orada nə neynirsən, ixtilaflı sənədini bir məsələ var ki, başdan başa hikmət dolu bir şeydir. Sən dur, indi sənədi o vaxt axtararlar ki, düz gəlməyən, nə ilə düz gəlməyən, düz görsün, düzdür ya yox. Nəhsül Bəlağadan nə ilə düz gəlmir? Bəli. Hacı buyurun. Bəli, Əli əleyhissalamdan çox gözəl mövzulara toxunuldu əslində. Adam fəxr edir ki, belə bir imamı var da, adam sevinir sözün əsl mənasında. Məsələn də bu tərəfi ondan ibarətdir ki, onun elmi də gedib bağlanırdı, qeybə gedib bağlanırdı. Çünki bir hədis burada qeyd eləmişəm, deyil, La yuallimullah Muhammedən elma əmərəhu ən yualliməhu Əli. Allah Peyğəmbərə nə öyrətdirsə, əmr elədi ki, onu Əliyə də öyrət. Sahabələrdən biri deyir ki, mən görərdim ki, Əli əleyhissalam gecə gələrdi, qalardı, Əli əleyhissalam gecənin bir aləmi gələrdi, dəfələrlə Peyğəmbərlə görüşərdi, sübhə qədər ikisi söhbət edərdilər. Hətta bəzi məqamlarda var idi ki, deyir, Peyğəmbər deyərdi ki, siz çıxın, mən Əli ilə qalıb söhbət eləmək istəyirəm. Yəni, xüsusi sözlərini deyərdi, xüsusi mövzular danışardı. Və Əli əleyhissalamın o elmi gedir, bağlanır o yerlərə. Mən nəyi görürəm, sən onu görürsən. Mən nə eşidirəm, sən onu eşidirsən. Hazreti Əliyə deyir Peyğəmbər. Ona görə də Quran onu deyir də, deyir ki, Kəfa billah şəhidən beyni və beynəkum və mən indəhu elmul kitab. Deyir, mən şahidəm, sən Peyğəmbərsən. Və bir nəfər var, o şahiddir ki, sən Peyğəmbərsən. Peyğəmbər də bir yerdə deyir ki, mən gördüyümü sən gördün, yəni şühud elədin də və eşitdiyimi sən də eşitdin. Əleyhissalam belə bir şəxsiyyətdir, belə bir vücuddur və onların ona görə elmi nə tükənir, nə qutarır. Hişamdan oxudum. Bir nəfər gəldi, bir alimdir o dönəmdə. Hişam İmam Sadiqin tələbələrindən də gəldi, görüşdü imamla. Başqa bir dinin nümayəndəsi idi. Dedi ki, bir dənə
elmi bir polemik eləyə, elmdən mübahis eləyə, amma şərt qoyurdu. Nədir şərtin? Hişam deyir, o nədir şərtin? Şərtin budur ki, sən mənə sual verdin, mən cavab verməsəm, mən sənin dinini qəbul edəcəm. Sən cavab verməsən, sən mənim dinimi qəbul edərsən. Hişam deyir, yox. Deyir, necə? Deyir, sən cavab verməsən, sən bizim dini qəbul edərsən. Amma mən cavab verməsəm, qəbul edəməyəcəm. Deyir, niyə? Çünki bizim böyüyümüz yoxdur, hələ sözün axırını sən deyirsən. Bizim böyüyümüz var, bilməsə yeyib ondan soruşacaq, onda cavabsız sualı yoxdur. Mövzu gedib bağlanadı Tohidə, Mədinətül elmə, elmin şəhəridir də. Bunlar nə elmləri qutarır, nə tükənir, bitmir. Ona görə belə deyə, bu cür şəxsiyyət, Allah istədim əvvəldən biraz elm mövzusuna toxundular, belə bir şəxsiyyətə Allah Taala bizə lütf eləyib belə bir imamı və əlhəmdə və sənə bu gün də onun mövlud günləri ərəfəsini yaşayırıq. Bir daha mən də öz istədim çıxışımı belə başlayım. Mən təbrik edirəm. Allah mübarək eləsin bu günləri bizlərə və Allah bu şəxsiyyətdən bizi ayrı salmasın və bu şəxsiyyətin həqiqi davamçılarından qərar versin. Və bir dənə də təslimdə bir mövzu vardı. Qısa bir dənə ona gidiş edirəm. Niyə qısa? Orada bir mövzu var. Deyirdi, əl-uləma vərəsətül ənbiyadır. Alimlər peyğəmbərlərin varisidir. Təslim təfsirinin müəllifi deyirdi ki, bir var elmud dirasə, bir də var elmul virasə. Bir var dərslə, kitabla oxuduğun elm, bir də var irslə əldə elədiyin elm. Dərslə irsin fərqi var. Sonra deyirdi ki, nə mənada? Deyirdi, bu mənada ki, irsdə bir dənə məsələ vardı. Irsdə 3 məsələ var. İrs var, varis var, müvərris var. İrsini tutaq ki, bir ata ölür, onun malı, pulu kimə yetişir? Varisə yetişir. Varis oğuldur da. Kimə yetişdi? Yetişdi oğula. Yaxşı. Ataya da deyirlər fiqdə müvərris, irsi qoyub gedən. Deyir, fiqdə belədir ki, pul məsələsində gələk müvərris ölsün, irs yetişsin varisə. Amma deyir, mənəvi irsdə məsələ fərqlidir. Bizim müvərris həmişə diridilər bu mənada. Belə ki, deyir, ənə və Əliyun əbəvə hazihil ümmə. Mən və Əli bu ümmətin atasıyıq. Ata sağdır. Onlar, biz də əgər onun balası ola bilsək, onun övladı olsa, deyir, gələk varis ölsün. Varis ölsün ki, onlardan irs yetişsin. O mənəvi irs, o elmdən bir pay da əldə eləyə bilsin. O da necə baş verir? Deyir, o da belə baş verir ki, varis necə ölsün? Deyir, yox, mutu qəblən təmutu. Ölməmişdən qabaq ölüm. Mənim tələbəçiyə başlayanda ilk yazdığım hədisdir. İlk yazdığım hədis dəftərimin başında budur. Mutu qəblən təmutu. Ölməmişdən qabaq ölün. Ölməmişdən qabaq ölmək də nə deməkdir? Yəni, o mənada ki, hazır elədi öz hesaba, kitaba, mizana, dəftərə və s. Əlləslamı öz sözü var idi, elə yaşı kitabı oxuya biləsən, diqqətli ol da. Xülasə, belə bir elmdən də istəyirsə bir insan bir bəhrə əldə eləsin, bunun yolu təkcə dərsdən keçmir. Dərs vacibdir, lazımdır, kitab oxumalıyıq. Amma kitab son deyil. Özü bir dənə nədir? Müqəddimədir. Özü bir dənə o irs qapısını açan vəsilədir, vasitədir. İnsan mutu qəblə ən təmut olandan sonra, o mənada öləndən sonra, özünə hesab kitab eləyəndən sonra, Əlləslam deyir, kuntu bəvvaban ələ qəlbi, qəlb evimin qapısının ağzında qapıçıdır, yandım, biganələri buraxmadım. Əgər insan da bu cürünə qəlb evini qorusa, onun da qəlbində o əmirül mominindən, o peyğəmbərdən o qeybi məlumatlar ki var, süzülər onun qəlbinə və görərsən ki, bir-iki kəlmə ilə elə bir mövzular açılar ki, əslində kök hara gedir, çıxır, hələ həmən mövzulara yetişir. Kim ki istər özünü sərvəri əyyam eləsin, dəri meyxanəni öpsün, tələb-i cam eləsin. Əhsən. Və yaxud da tutsa hər kim rəhi meyxanəni başdan soğudu, verəcək sağı da peymanəni başdan soğudu. Səqahum Rabbuhum şərabən tahura. İstəyirsənsə, sən də o dadasan ondan, deyir, buyurur ki, gəlin yəsən, zəhmət çəkəsən. Buyurun Özdə bir məsələ var ki, təsəvvür elə, mən bir tələbə yollayıram sənin yanına. Sən o tələbəyə nə qədər sual versən, o sənə cavab verir. Bütün problemləri və cavab tapır, deyirsən. Sən də onu bəhbəhlə tərifləyirsən. Sən onu təriflədikcə, ustadını tərifləmiş olursan, yoxsa yox? Nəyə əsasən deyirlər, Peyğəmbər unuduldu, Əli təriflənirdi?
Əli Peyğəmbər elminin qapısıdır. Biz bunun qapısının tərifində acizi bu qədər bəhbəhlə tərifləyirik. Gör, indi şəhər nədir? Bu niyə görə yanlış başa düşülür? Biz Əli əleyhissalamın eşqi ilə yaşayırıq və bu eşqlə də fəxr edirik. Bunu hər yerdə də fəxrlə deyirik. Buna deyərlər məhəbbət yox, buna deyərlər mavaddət. Və'tul buyuta min əbvabiha. Ötən həftə də toxundunuz burada bu ayənin təfsirində. Bəli. Bir məsələyə istərdim, xahiş edərdim toxunasınız. Çox maraqlıdır. Tarixi oxuyanda, İslam tarixini oxuyanda ümumiyyətlə maraqlı məqamlarla doludur da. Və xüsusən də Əli əleyhissalamın hərəkətləri, onun əməlləri yaxınlarında qıcıq yaradırdı. Maraqlı bir şeydir. Dırnaqarası yaxınlıq deyək də. Bax, Siffeyn döyüşündə Muaviyyənin qoşunu quyuların ağzını bağlayır. Əli əleyhissalam ki, quyuları ələ keçirir, əmr verir, açın, qoy sudan götürsünlər. Bu hal dəfələrlə oldu da. Və dostu cəzalandırır və yaxud mötəbər, məşhur bir şair var idi. O şərab içmişdi. Nəcaşi. Bəli, onu əmr verir ki, ona cəza versinlər. Deyirlər, ya elə, axı bu tanınmış adamdır, orada burada səni tərifləyəcək filan. Amma sən bunu cəzalandırsan, səni pisləyəcək dedi. Dəxli yoxdur da, bu şəri hökmdür və s. Biz belə bir xasiyyətini də görürük Əli əleyhissalamın. Yaxınlarına bir, belə deyək də, indi bizdə var axı, qıcıq adamsan sən, əsəb verirsən adama. Didirin xülasəsi odur ki, Həzrət Əlinə ədalət öldürdü. Buyur Allah. Bəli. Gözəl. Bax, buna istərdim toxunasız. Maraqlı bir cəhətidir ya Əli əleyhissalamın. Nəcaşi gedir Muaviyyənin yanına, deyir ki, niyə gəlmirsən? Əli səni yola vermədi, o qədər təriflədin Əlini. Deyir ki, evet, Nəcaşi içki içmişdi, aşkarda içmişdi də, yəni İctimai günah görmüşdülər, şahidlər var idi. Bu da həm Əli əleyhissalamı tərifləyən şair gəlib içki içib, bu artıq hər tərəfli günah idi. Özdə ona iki qat cəza verdi ona ki, sən mötəbər adamsan filan. Nə qədər dedilər? Sən Ramazanda eləmişdi özü. Çıxdı, getdi Muaviyyənin yanına. Acıq elədi. Muaviyyə dedi, niyə gəldin? Dedim, mən Əlinin zülmündən sənə pənah gətirməmişim. Əlinin ədlindən sənin zülmüvə pənah gətirmişim. Əlinin ədalətindən sənə zalımdır. Qardaşı da, Əqil də acıq eləmişdi ya. Bu yadımdan çıxdı bayaq deyəm. O da acıq eləmişdi. Onu da əsəbləşdirirdi. Və yaxud da vəzifə üçün gələn Təlhə və Züveyrə də elə bir qapı göstərdi. Əli əleyhissalam əsəbləşdirmirdi ki. Çox maraqlı bir şeylər var. Əli əleyhissalam natural idi. O saxtalar yavaş-yavaş saxçılıq olurdular. Əli əleyhissalam, ümumiyyətlə bəzi şeylər var. Məsumlar o yolu getməsələr, o meyar qalmaz, tərəzi qalmaz, mizan qalmaz. Onlar o yolu getməlidirlər. Sonradan kimlərsə getsələr, getməsələr çox ictimai baxımdan fərq eləməyəcək. Çünki onlar məsum deyirlər, örnək deyirlər, nümunə deyirlər. Amma məsumlar gərək bəzi şeylər eləsinlər. Mən bir mövzuya toxunmaq istəyirdim. Əli əleyhissalamın Əmir-əl-Müminin adı barəsində. Möminlərin əmiri, lideri. Və buna Quran ayəsinin işığında baxmaq istəyirdim. Biz müsəlmanların ənənələrindəndir ki, hər şeyi Quranla ölçməyə çalışırıq. Hətta bu həddə çatıb ki, bəziləri ümumiyyətlə hədisləri qəbul eləmirlər, deyirlər, Qurandan ayə gətir. Bunlar tam haqlı olmasalar da bunlara bu bəhanəni bizim dinimiz verib ki, əgər hansısa hədis, rivayət Quranla düz gəlmədi, daha doğrusu Quranla ziddiyyət təşkil elədi, vur divara getsin. Bu nöqteyi nəzərdən Əli əleyhissalamı bu aspektdən izah eləmək. Bir liderin xasiyyətləri nədir? Quran-ı Kərim əsasən. Yəni, Quran-ı Kərim əsasən Əmir-əl-Müminin necə olar? Bəqərə surəsinin 247-ci ayəsi. Bir neçə ayədir? 246, 247. Bəni İsraildən danışır. Deyir ki, bəs Bəni İsrailə haqsızlıq olunmuşdu İsrail övladlarına. Onlar da döyüşmək istəyirdilər, liderləri yox idi. Gəldilər, dövrün Peyğəmbərindən xahiş elədilər ki, bizə bir lider təyin et. Bizə bir
sərkərdə təyin et ki, onun dalıyca gedib döyüşək. Peyğəmbərə dedilər. Sən Peyğəmbər, bizə bir lider təyin et. Gəlir nəhayət 247-də Peyğəmbər onlara cavab verir. Və qalə ləhum nəbiyyuhum. Onların Peyğəmbəri onlara dedi ki, İnnəlləhə qəd bə'tə ləkum talutə məlikə. Allah təyin elədi sizin üçün. Mən kiməm? Mən təyin edən deyiləm. Yəni, Peyğəmbər öz canişinin təyin etməz. Allah təyin etdi. Talutu sizə padişah olaraq, kral olaraq. Başladılar bəhanə etməyə. Ənna yəkunu ləhul mulku aleynə. O hardan bizə kral olsun, məlik olsun. Və ləm yutə səətən minəl mal. Və nəhnu əhəqqü bil mulki min. Onun geniş var dövləti yoxdur. Çox cavandır demədilər. İndi Quran-ı Kərim bəzi hissələrini deyib də, indi ola bilər deyiblər orada. Mən özüm orada olmamışam, yəni nələr söhbət olur. Yəni Əli əleyhissalam üçün dedilər çox cavandır, bundan. Hə, onu da dedim. Hə, bəli. Hə. Dedilər ki, hardan onun bizə üstünlüyü oldu, padişah, onun pulu yoxdur ki. Onun pulu yoxdur, fikir verin. O məşhur nəsildən. Məsələn də belə şeylər əsl nəsil. Qal, Allah Teala 3 dənə meyar deyir lider üçün. 1. İnnəllâh əstəfâhu aleykum. Birincisi odur ki, Allah onu seçib. Allah bilir kimi seçmək lazımdır, hikmət sahibdir. Allahın seçdiyi, Allahın müstəfası. Talutu Allah təyin edib. Siz nə deyirsiniz Allahın müqabilində? İkincisi, və zədəhu bəstətən fil ilm. Ona geniş elmi imkanlar verib. O çox alimdir. Çox əhatəli elmi var. Üçüncüsü, vəl cisim. Ona geniş fiziki imkanlar verib. Bu nöqteyi nəzərdən baxırıq, Quran-ı Kərimin liderlik konsepsiyası nədir? Əmirəl-möminin necə olmalıdır? Əli əleyhissalamı Allah Teala təyin etmişdi Qədirxumda. Çünki Əli əleyhissalamı təyin edən Rəsulullah sallallahu aleyhi və aleyh demir ki, mən təyin etdim. Hətta gəlib biri soruşur, deyir, Allah təyin edib. İkincisi, Əli əleyhissalamın elmi imkanları. Tabii göz qabağındadır da, səhabələrdən biri dedi ki, ya Əli, bayaqdan səni tamaşa eləyirəm. Nə sual verirlər, fikirləşmədən cavab verirsin. Niyə? Həzrət soruşdu ki, əlində neçə barmaq var? Dedi, 5 dənə. Dedi, niyə fikirləşmədin? Dedi, bu gün kimi aydındır da. Dedi, bizə də, biz əhl-i beytə də hər şey gün kimi aydındır. Biz bağlayıb yuxarıya. Orada da qeyb yoxdur, hamısı şuhuddur. Üçüncüsü, fiziki baxımdan bu kişi həm güc baxımından çox idi, həm fiziki gücün çatmadığı vaxtlarda Rəbbani güc gəlirdi Xeybərin qalasında, həm ürəkli idi, deyirdi ki, bir Nəsrəqada bir yerdə var ki, bütün ərəblər kürək-kürəyə verib üstümə gəlsələr, qaçmaram. Başqa bir yerdə var ki, ənnas, bütün bəşəriyyət üzərimə gəlsə, mən döyüşərəm. Siz bunları danışdıqca, mən düşünürəm, görəsən Xəndək döyüşü, Əhzab və yaxud da Xeybər döyüşündəki şücaəti və yaxud Peyğəmbərin o qədər gəlir, hansını deyəsən də bunu? Məsələn, birini mən deyim sizə. Hind, Əbu Süfyanın arvadı Hind, Vəhşi adlı o döyüşçünü, terroristi, zənci terroristi çağıranda əvvəlcə Həzrəti Əlini terror eləməyə təklif elədi. Vəhşi özü də dedi ki, bilmirəm əlini vura bilərəm ya yox. Çünki o 4 tərəfini nəzarətdə saxlayır. Allah. Amma Həmzə əleyhissalam çox igiddir. Amma gözü qızışır döyüşdə. Zəif yeri var. Hətta Vəhşi sonra deyir ki, mən əvvəlcə Əliyə yaxınlaşdım Əli əleyhissalama. Arxadan nizəni hədəfə tutmaq istəyəndə birdən döndü, baxdı mənə. Gördüm ki, o görür yəni. Dəhşət. Həm də Əli əleyhissalam, baxın, dayanmırdı.
Bilirsiniz, bir insan təsəvvür eləyin. O, Molla Sədranın bir fəlsəfəsi var, hərəkəti cövhəri. Əli əleyhissalamda o cövhərdən ərzə qədər hər yer hərəkət idi də. Yəni, nə qədər ki, döyüşlərdə can lazım idi, can bazarı idi, İslama can lazım idi. Bu İslam fidanı qanla suvarılmalı idi. Həzrət Əlinin qanı hər tərəfə axırdı. Uhud döyüşündə bəzi hədislər, dəqiq hədislərdə səhv eləməsəm, 68 dənə yara tikdilər döyüşdən sonra Əli əleyhissalam bədənində. 68 dənə yara. Hamı qaçmışdı. Əli əleyhissalam qalmışdı. Bir də bir iki nəfər Peyğəmbər sallallahu əleyhi və səlləm müdafiə eləyirdilər. Elə ki, məsələn, müharibələr bitdi və Əli əleyhissalam, belə deyək də, təcrid olundu, demədi ki, mən çəkilirəm, daha mənim işim. Dedi, ay uşaq, oradan beli gətir bura. Başladı. Xurma əkmək, quyu qazmaq. Bu kişi dayanmırdı. Dayanmırdı. Yəni, Allah ona nə qədər potensial vermişdi? Maksimum faydalanırdı. Elm baxımından, fiziki baxımdan nəticədə Allah da onu təyin edirdi. Üstəlik, harda ki gücü çatmırdı, Allah Teala buyurdu ki, kömək eləyin. Burada bəşərin gücü çatmaz. Bu ixlasla ki, bu başlayıb işə, gəlib Xeybərin qapısını qopartmağa, o hilə fəsad qapısını qopartmağa, artıq bu qapını qopartmaq üçün fiziki güc çatmaz. Amma bu gəlib, bu mənim dostumdur, buna gərək kömək olsun. Özü Nəsr Ağada buyurur ki, mən onu fiziki gücdən qaldırmadım ki, qapını qopartmadım ki. Onu rəhmanı gücdən qopartdım. Yəni, bir imama lazım olan və Quran-ı Kərimdə qeyd olunan, Bəqərə surəsi 247-ci ayədə qeyd olunan bütün meyarlar, kriteriyalar, bütün o lazım olan, belə deyək ki, nişanələr hamısı Əli əleyhissalamda var idi. Bir məsələ ki, var idi. Ağa danışdı ki, imam üçün hansı sifətlər lazımdır? Gözəl. İndi bir dənə bu bir tərəfə bax. Bu Bəni İsrail gəlir zəmanəsinin öz peyğəmbərlərinin yanına. Hər kimdirsə. Gəlir peyğəmbərdən nəsə istəyir. Peyğəmbər də onlara deyir ki, mənlidir, Allah seçməlidir. Allah da Talutu seçir. Sonra deyirlər ki, bəs onda bu yoxdur, bunda bu yoxdur, başlayırlar. Çünki əvvəlindən bunlar bir rəhbər istəyəndə öz beyinlərində əslində var idi bir-iki nümayəndə öz aralarında. İnşallah bunları deyər. Ki, bunları deyəcək. Və ondan da əlavə istəyirlər ki, dini bir dənə təsdiq alsınlar ki, hər şey otursun yerində. Allah Teala'sa sənin qəlbin tam təslimliyini istəyir. İndi də var da o baxışda, əgər din mənim istədiyimi deyirsə, bəh-bəh, əla. Yox, fikrim mənim dinlə toqquşdu, başlayıram bəhanələrə. Bu mənə çatmır. Bəli, bəzisinə iman getirirlər, bəzisinə küfr eləyirlər. Bu baxış, bu bizə aiddir ya əslində ya. Buradan biz bu şeydən ibrət götürməliyik. Bəli, bizim imamımız Əli əleyhissalamdır ki, 3 kriteriya var onda, hamısı əla filan. Amma bir məsələ də var ki, bu günləri mən imamın dövründə olsaydım, hansı mövqeydə olardım, neynərdim, necə eləyərdim. Bir bax ki, fiqhi məsələlərə, dini məsələlərə. Gör, mənim maraqlarımla üst-üstə düşəndə ləzzət eləyir mənə. O vaxt ki, üst-üstə düşmür, başlayıram nə axtarmağa, ehtiyatı vacib, oradan ora, buradan bura, sürüşkən yollar axtarıram ki, müctəhid axtarıram. Bəli, ki, neyniyim? Öz istədiyimə bir dini təsdiq tapım. Peçat vursun din adından. Özümə bir cəsarət tapım ki, bu şeydən qaçmaq üçün. Eynən həmən məsələdir. O vaxtı 4 naibi ki, olmayıb imam zamanı, sonuncu naib Hüseyin İbn Ruh, hamı gözləyirdi ki, bir nəfər vaydı namizədə olacaq, Şəlməxan. Orada gəldi ki, vəssalam, bitdi məsələ. Daha naib olmayacaq. Şəlməxan da düşdü pis vəziyyətə, onun ətrafındakılar da neçə ildə hazırlaşıram, gəldi, düşdü bir dənə yeni bir cərəyan başladı əmrə gəlməyə. Püskünlər cərəyanı. Ümumiyyətlə, Həzrəti Əli əleyhissalam
İslam tarixinə baxırsan, ən çətin situasiyalarda, ən mühüm yerlərdə Peyğəmbərlə əleyhissalamı göndərir. Hətta Həzrət Fatimənin bir sözü var, deyir, müşəmmirən, qolların çırmalayıb işə girirdi də. Yəni, məsələn, yadıma düşdü Peyğəmbərin məscidi tikiləndə ilk dəfə. Bəzi də üstünü təmizləyirdi, belə çox işə girmək istəmirdi. Məsələn, orada bir səhabə vardı, Əmmar 2 daş daşıyırdı, dedi, biri öz yerinə, biri Peyğəmbərin yerinə. Binəyə qədimdən belə olub. Amma Əli əleyhissalam hara baxırsan, yəni iş yaradan adam idi da. Adam var, onu göndərsən. deyir, hər səhnənin qəhrəmanı. Qəşəng söz. Yazıda ona çatan yox, ibadətdə ona çatan yox, vuruşmaqda ona çatan yox, elmdə ona çatan yox. Yəni Allahın Təbii ki, aslanı təkcə Peyğəmbərdən döyüş sonra. meydanına aid deyildi də. Əlbəttə. Bütün sahələrdə Allahın aslanı idi. Nəfs-i Rəsulullah da Peyğəmbərin canıdır. Hətta hədisdə var ki, deyir, Ənfusana hədisdə də deyir, ma səəltu Rabbi şeyən illə a'tani və ma səəltu şeyən illə səəltu lək. Özüm üçün nə istəmişəmsə Əli, hamısını sənin üçün də istəmişəm. Böyük sözdür də, yəni özümə qaldırıb əlimi nə istədimsə sənin üçün də istəmişəm onu. Buyurun, nəsə deyirsiniz? Əhməd ibn Həmbəlin Müsnəd kitabının səhv eləmirəmsəm bir cildi Əli əleyhissalamın fəzilətlərinə aiddir də. Hənabilə məzhəbinin imamı. Orada bir hədis yazır. Yazır ki, Resulullah sallallahu aleyhi və aleyhi buyurdu ki, kim istəyir Nuh əleyhissalamın əzmkarlığına, Adəm əleyhissalamın elminə, İbrahim əleyhissalamın təmkininə, hövsələsinə, Musa əleyhissalamın zirəkliyinə, İsa əleyhissalamın zahidliyinə baxsın Əliyə. Fəliyənzullə Ali ibn Əbi Talib. Yəni, Nuh əleyhissalamın əzmkarlığına bax, 9 əsrgârın bu adam təniyə dözüb. Az deyil. Ya Adəm əleyhissalamın elminə mələklər səzdə elədi. İbrahim əleyhissalamın Allah Quran deyir ki, İnnəhu ləəvvahun həlim, çox yumuşaq, çox təmkinli, geniş hövsələr idi. Musa əleyhissalamın zirəkliyinə bax, Fironun evində böyüdü, Fironun əleyhinə iş gördü, Fironu məhv elədi və İsa əleyhissalam ömrünün sonuna qədər evlənmədi, ev tikmədi özü üçün, çox zahid yaşayırdı. Zahid. Bunların hamısını Əli əleyhissalamda görə bilərsiniz. Bütün bu xüsusiyyətlər. Yəni, bu Əli əleyhissalamın əslində, mən elə bilirəm ki, bu sözlərə inanmayanlar biraz da haqlıdırlar. Bilirsiniz niyə? Belə adam olar. Adam bir dənə nöqtə tapa bilmir ki, burada deyəsən ki, bu kişi həmin Əhməd ibn Həmbəlin Müsnəddə bir dənə başqa fəsil açır. Səhv eləmirəmsəm, İmam Nəsai da bu arada kitab yazıb da, Xəsais Əmirül Mömin. Əli əleyhissalamın özəl xüsusiyyətləri. Baxın, burada bir kiçik müqəddimə deyim icazənizlə. Bəzi fəzilətlər var, Allah vergisidir də. Məsələn, bir nəfər tutalım, Peyğəmbər sahabəsi olub, Peyğəmbər də dünyadan köçüb. İstəsəydə ola bilmədik ki, mümkün deyil də səhabə olasın da keçdi. Bəzi fəzilətlər var. İxtiyaridir, iktisabidir, qazanırsan, əldə edirsən, zəhmət çəkirsən, o da iki yerə ayrılır. Onun bir hissəsinə kim çatdı, o birilə çata bilmir. Məsələn, 3 dənə yer təyin olunub bir müsabiqədə. Biri çıxdı birinci yerə. Vəssalam. Düzdür, özü qazanıb. Amma da 2 dənə birinci yer olmur ki, birinci yer bir dənədir. Bu birinci yerdədir. Bu onu əldə elədi. Bəzi şeylər var ki, elə hamı əldə eləyə bilər. Əli əleyhissalam həm qeyri-ixtiyari fəzilətlərdə misilsiz idi. Ki, Resulullah sallallahu aleyhi və aleyhi buyurur, hamı ayrı yazılıb, yaranıb, Əli ilə mən ayrı yaranmışıq. Biz vahid nurdan yaranmışıq. Və o ikinci fəzilətlər ki var, dedim, bəzi fəzilətlər var ki, orada yeri tutdun, başqasına yeri yoxdur. Əli əleyhissalam orada da elə fəzilətlərə sahibdir ki, məsələn, ilk iman gətirən Əli əleyhissalamdır. Kişilərdən yox, bəzən bunu səhvən deyirlər, kişilərdən ilk iman gətirən. İlk iman gətirən bəşər Əli əleyhissalamdır. Həzrəti Xədicə salamun aleyhə Əli əleyhissalamdan sonra iman gətirdi. İlk namaz qılan Peyğəmbərin arxasında Əli əleyhissalamdır. Həzrəti Peyğəmbər sallallahu aleyhi və aleyhin ürəyinin parçası olan Fatimə Zəhra salamun aleyhənin həyat yoldaşı Əli əleyhissalamdır. Cənnət cavanlarının ağaları Həsən və Hüseyn əleyhissalamın atası Əli əleyhissalamdır. Yəni, bəzi fəzilətlər ki, qazanılasıdır, amma biri tutdu, o birilərə yer yoxdur, orada da Əli əleyhissalam birinci yerdədir. Ona görə bəzilərinin inanmamağı düzdür ki, bu xəstəlikdir. Yəni, mən elə bilirəm ki, Əli əleyhissalama
o dövrdəki zülmdən daha pis indiki zülmdür. Bilirsiniz niyə? O dövrdə tutalım bir nəfər əleyhissalama zülm eləyirdi, haqqını qəbul eləmirdi. Ona görə ki, maddi marağını düz gəlmirdi də. Yəni, indi kişi dünyadan köçüb, tarixdə bunun adı qalıb, hədisləri qalıb, indi niyə qəbul eləməyən var? Bu lap pis haqsızlıqdır da. Yəni, 14 əsrdir döşüyürsünüz kişinin vücuduna, 84 il lənət belə gəldi. Axı niyə bu kişi bir nəfər hikmət oxum, çox maraqlıdır, bir nəfər hikmət oxumayıb. Gəlir Nəsr Bəlağəyə irad tutur ki, məsələn, Əleyhisselamın tövhid haqqında ilk xütbəsi var Nəsr Bəlağədə ki, ağla sığmaz dərin mənalı xütbədir. Deyirlər, ona Həzrət Əli deməyib. Abala, niyə belə deyirsən? Yox, belə tövhid olar, deyir. Sən başa düşmürsən də. Axund, Füzulini 2 nəfər Füzulinin qabağında diz çökür. Yəni, susur. Diz çökdən susur. Biri Füzulidə anlamayan, susur ki, bu nədir? Biri də çox anlayan. Bu Əli əleyhissalam bilirsən necə şəxsiyyətdir? Bax, insan gərək Əli kimi fədakar olsun, başa düşsün Əli kimdir. İnsan gərək Əli kimi elmi araşdırsın, başa düşsün Əli kimdir. Əli kimi mücahidət eləsin. Hə, onun yolun get, gör o aləmdə, o sahədə, o nəşədə kimdir lider? Gir vilayət məqamına, gör orada şahı vilayət kimdir? O bir də başqa bir misala var edir. Zahid vaiz o safi cəhənnəm. Gir onun məclisi. Gir onun məclisi, cəhənnəm nəymiş. Sən ged Əlinin o lider olduğu, imam olduğu, əmir olduğu sahələrə, gör orada böyük kimdir, öndər kimdir. Olmayan qəvvası bəhri mərifət arif deyil. Məsələn, Quranda ayə var, Mücadilə surəsini. Hətta İbn Teymiyyə Sünən Nəbidə deyir ki, yeganə ona Əli əleyhissalam əməl eləyib. Yeganə Əli əleyhissalam əməl eləyib. O da deyir də. O qaçılmazdır, çünki bir odur da. Bu özü də məsələn bir tərəfidir. Görsən, hətta iddia eləyirlər ki, o qaçılmaz bəzi mövzular var ki, bu cür nə bir şəxsiyyətdir, belə bir vücuddur. Mən hərdən bilirsiniz nə təsir edir? Görürsünüz, Əli əleyhissalamdan bəzi adamlar danışır. Əli deyir, yaxşı mömin olub. Belə bir tayı tuşudur da bunun da. Bax ki, sən öz tayını düşündür, sənin danışığı bir fikir verir, sən bir o cür nə şəxsiyyət, əleyhissalam, Paxıllıqdan ola bilər, həsəddən ola bilər. Bəzi insanlar, bilirsiniz, həqiqətən üzr istəyirəm, Hacı bayaq bir söz dedi ki, Əli əleyhissalam daim Peyğəmbər sallallahu yanında danışırdılar. Səhabələr də bunu görürdülər. Hərdən səhabələr dedilər, siz bizə icazə verin, xüsusi söhbətimiz var. Necə paxıllıq eləməsinlər? Həsəd. Görürlər, səhərdən axşama kimi bu kişi Peyğəmbərin sirdaşıdır, həm söhbətidir. Elə Rəsulullah dünyadan keçəndə Həzrət Əlinin qulağına söz dedi. Tez səhabələrdən biri yaxınlaşır ki, nə dedi, sənə nə dedi? Hətta orada bir epizod var. Əleyhissalam Peyğəmbər cansızlığında bir an oldu ki, deyir, oradan keçdi, neysə oldu, çıxdı otaqdan. Peyğəmbər gözünə açan kimi bir sözü oldu, Əli hanı? Bu söz əlbəttə adama çox təsir edir. Amma bunu da deməli idi. İnsanların elə imtihanı da o idi da. İnsan yüksəlişmək istəyirsən bir yol oradan keçir. Sihahda yazılır ki, Muaviyə çağırdı Səd ibn Əbi Vəqqası. Dedi ki, hamıya deyirəm eləyir. Sənə nə deyirəm, lənət oxumursan, əlini söymürsən. Niyə? Dedi, çünki onda elə fəzilətlər var ki, mənim dilim gəlməz onu söyməyə. Biri də bu idi. Dedi ki, Xeybərdə Rəsulullah buyurdu ki, sabah bayrağı elə bir kişiyə verəcəm ki, 2 dənə möhkəm xasiyyəti var. 1, Allahı və Rəsulunu sevir. 2, cavab gəlir o tərəfdən. Allahı və Rəsulunu sevmək asandır da, yəni hamı sevirik də. Allah ruzi verir, Rəsulullah da yaxşı kişi olub. Onlar da sevirlər bu kişini. Burada yəni bu fəzilətin əleyhi, bu böyük bir qaladır da, bu betondur. Buna nə deyəcəksin? Halbuki Səd ibn Vəqqas özü də heç angel olmuyor. Qəbul eləmədi. O deyir. Özü maraqlı orada bir məqam budur ki, Peyğəmbər bəzi yerlərə, bəzi insanları göndərirdi. Onlar işi yaratmırdılar. Peyğəmbər əleyhissalamı göndərirdi ki, yəni bilsən bir var, sabah deyəli o mən də eləyərdim də. Amma Peyğəmbər deyir, ged elə, eləyə bilmir, qaydanı sən ged elə. Hətta Xeybərdən qaydandan sonra Əli əleyhissalamı çağırdı, dedi, ya Əli, inni ənkə radin, mən səndən razıyam. Demir, filan əməlindən razıyam. Məsələn, Quranda bir ayə var, deyir, Allah ləqəd radiyallahu anil mu'min iz yubayyunəkə təhtə şəcərəti. Filan situasiyadan Allah razı qaldı. Demir, sizin hamınızdan razı qaldım, ta qiyamətə qədər. Angel məsələsi. O andan razı qaldım da. Amma Əli əleyhissalam deyilən söz budur. Mən səndən razıyam.
Mən səndən Bütün tamamən dövrlər. razıyam. Hətta Məsələn, narazı deyiləm. Leylətül Məbit var, Əl-Əlisəm yatdı Peyğəmbər sallallahu əleyhi və səlləm. Orada bəzi alimlər deyir ki, başqa heç kəs ola bilməzdi. Çünki Peyğəmbər heç kəsə deməzdi sən ölümə get mənim əvəzimə. Özünə deyə bilərdi. Həzrət Əli də onun özü idi. Öz canı. Hər Bir də- adamın bir də- yatağında da bir hər də- adam yatmaz. Burada bir dənə maraqlı bir söz deyim. Bir araşdırma oxuyurdum. Deyirdi ki, Peyğəmbərin yerində bir dəfə yatmadı ya Əli. Bu Əbu Talibdə dəfələrlə bir zaman olurdu, günlər olurdu ki, biraz qorxurdular Peyğəmbər. Əbu Talib gəlirdi, Peyğəmbərə deyirdi, sən qal, Əli əleyhissalam yatırdı yerindən. Yəni Leylətül Məbit bir dəfə baş verən hadisə deyil. O Leylətül Məbit çox olub. O biri amma Quran ayəsinə çevrildi. Deyir Allah Taala deyir mən o özdə ayə də deyir ki və minən nasi mən yəşri nəfsə ibtiğa əmrdatillah. Allah deyir özdə rizayət üçün elədilər, nə cənnət üçün, nə cəhənnəmin xofundan, tam Allahın rizayətin, razılığını qazanmaq üçün verdilər canlarını. Bu aşiqanə bir şeydir ha. Nə afərin denən bəsimdir, yəni də heç nə istəmirəm. Şoqlan addı şirin canı ölüm bəstərinə yetməyə ta ki xətər zərrə Həbibullah. O ayənin davamında bizə bir Allah söz atırır. Çox maraqlı. Allahu raufun bil ibad. Bəli. Yəni siz fədakar oldunuz, olmadınız. Allah sizi çox istəyir. Həmişə belə kişilər çıxardacaq ortalığa ki, fədakarlıq eləsinlər, dinə xidmət eləsinlər. Yəni o istəyir ki, o ayda bir dənə yadıma düşdü təfsir edən bir nöqtə. Allah deyir ki, mən raufam. Buyururlar ki, ayələrin sonunda bitən Əsmaül Husna ayə ilə əlaqəlidir. Niyə deyir mən raufam da başqa ad demədi? Deyir, yəni istəyirsin ki, mənim raufluğumu istəyirsiniz, anlayasınız, sizə əlini vermişəm. Yəni mən sizə raufam, sübutu da Əli. Əli kimi bir vücud vermişəm, bir şəxsiyyət vermişəm. Bütün sahələrdə nümunədir, etalondur. Hətta Peyğəmbərin bir sözü vardı, şücaətdən bir danışırdı, yadımda düşmüşdü, qeyd eləmişəm burada. Seyfullahilləzi la yuxtay. Elə bir qılıncdır ki, heç vaxt xəta eləmir. O Əhzabda maraqlı bir məsələ var idi. O ki, Əmr ibn Əbdəvid döyüşçü istədi, Əli əleyhissalam atdı özünü meydana. Həzrət Peyğəmbər razı deyildi. Maraqlıdır, təzə bəy idi də, Əli əleyhissalama qıymırdı. Çox gənc idi, eyni zamanda da ki, toyu təzə olmuşdu. Amma maraqlıdır, birinci dəfə qaytardı geri. Başqa görək varmı? Heç kimdən səs çıxmayanda yenə Əli əleyhissalam atıldı meydana. Gözləyir ki, görək kimsə çıxdı da. Meydangir kimdir. Amma 3 dəfə səs soraq çıxmayınca Əli əleyhissalamı məcbur göndərdi. Maraqlı bir məsələdir. Yəni bu dünya baxsın burada. Hardasa bəlkə də göstərirdi də bir. Dünya baxsın da bu igid atır özünü meydana, təzə toydan çıxıb. Amma orada bir nəfər həqiqətən də, üzr istəyirəm, bir nəfər həqiqətən də orada necə olur, meydana atılıb demədi ki, sən təzə bəysən, sən gözlə, mən varam da burada. Niyə? Başqa məsələlərdə həmişə öndə idilər, önə çıxdılar, amma orada heç kim önə çıxmadı. Tək o məsələ deyil ki, bütün məsələlərdə elədir. Özdə qədir xuma qədər təsəvvür eləginə ki, Peyğəmbərimiz bütün ətrafında olanları yavaş-yavaş öyrəşdirir. Lap əvvəldən deyir ki, kim qəbul eləsə mənim canişinim olacaq. Sonra hicrətdə yerində onu yatızdırır, ölümə onu yatır. Gəlib Quba kəndinə deyir ki, Əli gəlib çatmasa girə bilmərik Mədiniyə. Görürsən, təsəvvür edir. Ondan sonra başqasını yollayır, sonra qaytarır ki, yox, sən gəl Həzrət Əli. O məsələ var ha. Necə qaytar? Yarı yoldan niyə qaytarsan bu əvvəlindən bəri də? O da əmsənə deyir, səndən biri olmalı. Bəli. Ondan sonra gəlir Xeybərin fəthindən əvvəl 2 nəfərə deyib, gediblər, 2 dəfə yarıtmayıb gəliblər. Bütün bunlar hamısı bu get-gedə, yavaş-yavaş öyrəşdirə. O qədər çətin idi ki, o ərəbin o xasiyyəti var ha, onlara bunu yedizdirmək. Və axırda da Allah Teala deyir ki, biz səni qoruyacağıq da, sən deginən. Və Əli əleyhissalam döyüşlərin heç birində başqa heç bir sərkərdənin bayrağı altında döyüşməyib. Ya Rasulullah sallallahu aleyhi və aleyhə tabi olub, ya özü sərkərdə olub. Bir də yadıma burada düşdü, hədis düşdü. Peyğəmbər Əli əleyhissalam ki, bayrağı tuturdu.
bayrağı tutanda bir döyüşdən birində idi. Vurdular, qolundan bayraq düşdü yerə. Düşəndə Əli əleyhissalam deyir, getdi sol əlinə götürmək istəyəndə buradan səhabələr qaçdılar ki, onlar götürsünlər. Peyğəmbər deyir, yüz yoxdur. Əlinin o sol əli, üstünün hamısının sağ əlindən daha üstündür. Qoy onun əli sol əlində olsun, əlinin əlində olsun. Las var orada, irfan var. Bir də ki, o ayə də yadıma düşdü. Bir də ki, Əli əleyhissalamı tanımağın yollarından da biri onun şagirdlərindən bir dənə baxmaq. Hələ biz bu qədər danışdıq, bir yandan elə hərəmiz bir şey zehnimizə gəlir. Müqəddiməyə İbn Xəldun. Biz gəl bunların bax inan nə bilim Malik əşlərə misal üçün Malik kimi idi. Özü dediyi öləndə Malik və ma ədrakə. Əbu Zər özü. Yəni bunu yetişdirdiyi o tələbələr ki var idi ya o cəmiyyətə. O Quranda ayə var. Buna deyim deyir ki fələmmə əhəssə İsa minhumul kufrə deyir ki elə ki İsa gördü ki cəmiyyətdə küfür, pislik, şər hiss olunan həddədir. Artıq pislər pisliyi gizlin eləmirlər, aşkar edirlər. Bu qədər cəmiyyət tənəzzülə yetişib. Baxdı, gördü, təkcə moizə ilə həll olmayacaq. Gələk burada nümunələr təqdim eləmək lazım cəmiyyətə. Dedi, təkcə mən moizə desəm düzəlməyəcək. Gələk mən xüsusi insanları yetişdirim, cəmiyyətə verim. Əli var deyə, günəş çıxıb deyə ulduzlar görsənmir. Başqa bir dövrə, bugünkü dövrdə gəlib yaşasaydılar. Səlman imanın 10-cu pilləsində idi da. Cəmaat daha ona neyniyərdi? Bizim ədəbiyyatda da nümunələr var da. Bizim dahil ədiblər hətta Əli əleyhissalamın yetişdirdiyi insanlara özlərini belə deyək ki, qulam görüblər. Qulamın, Qəmbərvin, bəli, Qəmbərə aid var mənim nəzərimdə. Bəyaq deyilən şeirdə. Bəli, təsəvvür edin ki, Əli əleyhissalam... Qəmbər özü Əli əleyhissalamın əleyhinə idi. Qara idi, gəldi, Yəməndən gəlmiş səhvləmiz. Bu necə İmam Hüseyin əleyhissalam Kərbəlaya gedəndə elə istedadlı ruhlara bir dəfə baxırdı, hərəsi olurdu. Hərəsi bir şəhid olurdu. Əli əleyhissalam da nə dedi Qəmbərə, nə demədi? Qəmbər dedi ki, daha mən sənin qulun olur. Özü də Qəmbər çox qüvvətli adam idi. Çox belə fiziki baxımdan güclü adam idi. Özün ömrün sonuna qədər Əlinin qulu elədi. Axırda Həccac ibn Yusuf şəhid elədi onu. Özü iqrarı var Əleyhissalama deyir, İnnə uhibbukə hubbən şədida. Mən səni çox istəyirəm deyir Əli. Kimsə deyə bilər, bu Əli kimi bir şəxsiyyət özünə qul, nökər götürüb filan, amma bunu da qeyd etmək lazımdır ki, onlar özləri məcbur, yəni belə deyək də, ayrılmırdılar da onun yanından. Onlara qul kimi davranmırdı. Bəli. Azad edirdik. Hələ İslam'a kim qul olsaydı azad olurdu. Bəli. Və Peyğəmbərimiz hansını azad elədi əsirlikdən. O dedi, mən getməyəcəm, sənin yanında olacam falan. İndi bunu belə təqdim edirlər ki, Peyğəmbərin köməkliyi. Məsumlar zaten qul saxlamayıblar, hamısını azad ediblər. Öz xoşluqları ilə Füzulinin o 40 hədisində var. 40 hədisi nəzmə çəkir. Deyir, xalca gər qulundan oğulluq murad isə, xalca gər qulundan oğulluq murad isə, şəfqət gözü ilə bax ona daim oğul kimi. Yox, oğluvu istərsən ola, sahibi ədəb, hər cövrə sən onu mötad qıl qul kimi. Maşallah. Ustadlar, vaxtımız bitdi. Amma bu mövzu o qədər şirindir. Görün kimdən söhbət gedir həqiqətən də və adamın ürəyi də açılır. Bilmir hansı məsələni danışırsan. Siz demiş, düşmən də tərifləyir. Elə bir şəxsdir ki, düşmən də bunun haqqında danışır. Dost da bunun haqqında. Siz Muaviyyənin heç o sözünü demədiniz də. Təbii ki, vaxt çatmır. O qədər sözlər var. Muaviyyə də tərifləyir Əli əleyhissalamı. Yəni elə bir şəxsiyyətdir. Lap əvvəldə Cordaqdan misal gətirdim. Onu da yaxşı yola saldı. Hətta Xristiyan da ondan danışır. Min dəfə demişəm Fatma Cişindən stat gətirməyin. Bəli. Daha mən qərb alimindən stat gətirmərəm. Allah sizi qorusun. Allah sizin üzünüzü daim güldürsün. Var olasınız. İnşallah növbəti həftənin anonsunu verməyək. Elə qoy gizli qalsın. Qoy nigaran qalsın. İnşallah. Nigaran qalsınlar, gözləsinlər əziz və hörmətli izləyicilərimiz.
Bir daha bayramınız mübarək olsun. Allah sizi qorusun. İmam Əli əleyhissalamdan, Əhl-i Beytdən ayrı salmasın.